Rəstum bəy qoşulub. Rəstum bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir Qurban bəy. Azərbaycan izləyicilərini də salamlayıram. Dəvətiniz üçün, imkan yaratdığınız üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm ki, vaxt ayırdınız. Elə birbaşa vaxt silmədən bilirəm. Vaxtınız nə qədərdir? Çox deyil. Maksimum yarım saat. Buyurun. Ona görə vaxtdan əvvəl sözü sizə verim. Siz öz baş verənlərlə bağlı fikirlərinizi deyin. Azərbaycanda Ramiz Mehdiyevin ətrafında baş verənlərlə bağlı. Ondan sonra bu çoxlu materiallar onları təqdim edəcəm mən. Buyurun. Sizə nə baş verir? Bir daha hər kəs salamlayıram. Qurban bəy, icazənizlə əvvəl mən Ramiz Mehdiyev haqqında bir neçə kəlmə deyim. Yəni, bugün Azərbaycan mediasında çox dəhşətli bir kampaniya aparılır. Azərbaycan mediası deyikdə mən hakimiyyətin nəzarətində olan media resurslarını nəzərdə tuturam. İstər saytlar olsun, istər YouTube kanalları olsun. Yəni, böyük bir xor formalaşıb, musiqi dili ilə desək, və artıq açıq təhdidlər başlayıb. Deməli, bir keçmiş məmurlara, nazirlərə, filanlara zəng edirlər. Media elə bilin ki, bir repressiv aparat rolunu oynuyor. Sən adın Ramiz Mehdiyevlə çəkilir, filan. Ramiz Mehdiyevlə hamının adı çəkilirdi. Bir komandada işləyiblər, illər boyu. Ramiz Mehdiyevin qarşısında lazım olanda 2, lazım olanda 4, lazım olanda hətta istedad göstərib 18 qat qatlanıblar. Yəni, bu təhdid kampaniyasının özü göstərir ki, ortada heç bir şey yoxdur. Yəni, o verilən ittihamlarla bağlı. Birinci, ittihamlarla bağlı. Mən bir haşiyə çıxdım, bunu yekunlaşdırım bu fikrimi. Şəxsən mən bu xora qoşulmaq fikrində deyiləm. Mən hesab edirəm ki, özünə hörmət edən adam bunu etməməlidir. Ramiz Mehdiyev haqqında, Ramiz Mehdiyev vəzifədə olanda, Rəsul Noruzlu Azərbaycanda yaşayanda nə lazımdırsa deyib artıqlamasında. Bugün kimin ürəyi doludur, kimlər hansısa səbəblərdən o zaman danışa bilməyiblər. Buyursun, meydan onların da nə qədər istəyirlər danışsınlar. Mən hesab edirəm ki, bu düzgün deyil və ümumiyyətlə hakimiyyət də bu taktikadan imtina eləməlidir. Sabah İlham Əliyev yıxılarsa, mən onun haqqında artıq danışmayacağam. Çünki hər bir insana onun əməllərini həyata keçirdiyi, fəaliyyətini həyata keçirdiyi dövrdə sözünü demək lazım. Yəni, özünə hörmət edən adam bu kampaniyaya qoşulmaz, bu xora qoşulmaz. İkinci, siz bir hüquqşünas kimi yəqin diqqət yetirdiniz mütləq o məsələyə ki, Ramiz Mehdiyevin deyildiyi cinayəti haqqında heç bir rəsmi məlumat yoxdur. Nə prokurorluqdan, nə məhkəmədən, nə Dövlət Təhlükəsizlik Xidmətindən. Diqqət yetirin. Deməli, deyir ki, istintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Ənənəvi bircə bəyanatda da yoxdur, ha? O da yoxdur. Qurban bəy, onda sual olunur ki, bugün ölkədə baş verən nədir? Necə ola bilər ki, media, hansısa informasiya platformaları üzrə ilk növbədə hakimiyyətin nəzarətində olanlar Ramiz Mehdiyevi artıq haqq düşməni çıxarıblar, amma heç bir dövlət orqanının bu barədə rəsmi açıqlaması yoxdur. Dövlət çevrilişi bu ağır ittihamdır və bu kollektiv həyata keçirilən bir cinayət əməlidir. Yəni, Ramiz Mehdiyev 87 yaşında oturub evində dövlət çevrilişi mi keçirir? Onu hansısa kompüter oyunlarında həyata keçirə bilər, başqa heç şey, onu da bacarırsa. Yəni, absurd artıq pik həddə çatır ölkədə. Bayaq saxta ittihamlar verirdilər, heç bir cinayət tərkibi olmadan minlərlə insanı dövlətə xəyanətlə ittiham edirdilər. İndi isə ortada heç bir rəsmi açıqlama yoxdur, heç bir fakt yoxdur. Nə istintaq apardığı deyilən DTX-dan, nə ittiham verən, yəni həbs, qəti tədbir, ümumiyyətlə qəti imkan tədbiri seçilməsinə müraciət edən kim də adətən prokurorluqdur. Nə ondan bir xəbər yoxdur, nə güya ev tutaqlığı barəsində qəti imkan tədbiri seçmiş məhkəmə haqqında. Bu nədir? Nə baş verir ölkədə? Ümumiyyətlə, bu ölkədirmi? 3 hakimiyyət orqanının hal-hazırda səlahiyyəti məhz media resursları tərəfindən mənimsənilibdir. Razılaşdınız bu fikirlə?
Axı deyirlər məhkəmə qərarı var, yayılıbdır deyir. Kim deyir onu? Qurban bəy. Məhkəmənin açıqlaması yoxdur bu barədə. Prokurorluğun yoxdur, TTX-nın yoxdur. Heç bir dövlət qurumunun açıqlaması yoxdur. Və əgər bu dövlət qurumlarının adından ölkədəki media resursları məlumat yayırlarsa, bu artıq onların səlahiyyətini mənimsəməkdir, hüquqi baxımdan. Bəlkə mən səhv edirəm, bəlkə mən hüquqşünas deyiləm deyə bunu yanlış təsbit edirəm. Amma təsəvvür edirsinizmi? Tutalım ki, sizlə mən çıxırıq efirə və deyirik ki, ölkədə dövlət çevrilişi baş verib, filan rayonun polis idarəsinin, filan şöbəsinin rəis müavini, bölməsinin rəis müavini İlham Əliyevi həbs edildi. Bunu biz deməklə bu ölkədə çevriliş baş verdiyi anlamına gəlirmi? Ən azı siz deyən kimi Daşlar Nazir mətbuat xidmət səviyyəsində heç olmasa və yaxud da baş prokurorun mətbuat xidməti səviyyəsində bu məlumat yayılmalıdır ki, rəsmi olsun. Odur ki, mən bunu heç cür qəbul eləmirəm. Başqa bir tərəfdən, baxın, gətirdilər artıq sanki Ramiz Mehdiyevin ətrafında bir qatar formalaşdırırlar. Bu lokomotivdir. Arxasınca vaqonlar düzülür. O məmurlar, keçmiş məmurlar və s. özü də məhz təhdid şəklində. Gətirdilər ora Əli Kərimli bağladılar. Deyirlər, Sevinç Osmanqızının adından deyirlər, Sevinç Osmanqızı da təksib elədi ki, mən ümumiyyətlə belə şey yazmamışam, deməmişəm. 18 milyon pul alıb, milyonu da heç nəyə çeviriblər. Elə bir ki, onlar heç o saxta feyk şeylər. Yəni, Qurban bəy, dediyim odur ki, ölkədə bir dərəbəylik hökm sürür. Bu həqiqətən dərəbəylikdir. Yəni, təsəvvür edin, sabah sizin də haqqınızda eyni məlumatları yaya bilərlər, yayıblar da. Mənim də haqqımda eyni məlumatları yaya bilərlər. Sual olunur ki, dövlətin hüquq mühafizə orqanları buna niyə diqqət yetirmirlər? Niyə bir reaksiya vermirlər? Ya təsdiq, ya təksib eləmirlər? Mən bir şey başa düşmədim. Belə anlaşılır ki, sizin dediyinizdən Rəstum bəy, yəni Ramiz Mehdiyevin haqqında yayılan bu xəbərlər saxtadırmı? Əsassızdırmı? Əsassızdır, bəli, saxta demirəm, əsassızdır. Media ola bilər ki, məlumat əldə eləyər, yayar. Amma sual olunur ki, dövlətin... Əsassız başqa şeydir. Bəli. Saxtadır, əsassızdır iddiamlar. Yəni, bu yalan məlumatlar deyirəm. Məlumatlar əsassızdır, tamamilə əsassızdır. Qurban bəy, bir insana ağır cinayət, dövləti, cinayət üzrə 2 maddə üzrə hakimiyyəti ələ keçirmək və dövlətə xəyanət, bunlar elə belə maddələr deyil. Deyirsiniz, yəni ittiham verilib, amma əsassız verilib da? Bəli, bəli, əlbəttə. Yəni, ittiham verilməyibdir. İttihamı kim verə bilər? İttiham orqanı, məhkəmə verə bilər, prokurorluq verə bilər. Sabah qəzeti yəni belə yalan yayır. Belə çıxır da. Belə şey olma. Bu dəqiqə siz bayaq dediniz, mən elə hörmətli tamaşaçılar qoy bilsinlər. Bəzi saatları mən göstərmişəm. Qlobal Info. Rusiyada Ramiz Mehdiyevin həbsinə inanılmaz reaksiya. Sonra bu yine Qlobal Info. Müxalifətdən Ramiz Mehdiyevin həbsinə reaksiya. Bu hansıdır? Bu da Qlobal Info. Ramiz Mehdiyevin qızı atasının durumundan danışdı. Bunlar hamısı yalandır belə. Ramiz Mehdiyevdən sonra onlara çatacaq. Amma tək Qlobal Info deyil. Məsələn, Kərəmət Böyütsöl də özünün Facebook səhifəsində bu barədə yazıbdır. Bunlar hamısını da təqdim edəcəm. Ən vacibi də Qafqaz Info. Dayanmadan burada xəbərlər yayır. Buz kardinal evdə nələr edə bilməz. Sonra Ramiz Mehdiyev zəngə cavab versə də belə bir başlığı yazı gedib. Ramiz Mehdiyevin xəyanət dosyası artıq o siz deyən kimi başlayıblar subutlar təqdim eləməyə. Artıq adamı cinayətkar eləyiblər. 87 yaşda ağsaqqal bir kişini cinayətkar kimi təqdim edirlər cəmiyyətə. Qurban bəy, söhbət adamdan getmir. Söhbət dövlətin mühüm postunu tutmuş, səhv eləmirəmsə 24 il ərzində mühüm bir postunu tutmuş şəxsdən gedir və o dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhdə ittiham olunur. Hanı bunun sübutu? Hanı bunun rəsmi məlumatı? Yoxdur rəsmi məlumat. Və təsəvvür edin ki, artıq o media resursları ki, siz göstərdiniz, onlar
prokurorluq, DTX, məhkəmə Bunlar mində adında biri deyib, bütün saatlər yazır. bilirəm. Hamısı yazır. Qurban bəy, ciddi adamlar, ən az özünü ciddi sayanlar çıxıb şərh edirlər. Filan kəs də burada ola bilər, filan kəs də ola bilər. Bir dayanın, ortada heç bir rəsmi ittiham yoxdur. Ortada heç bir rəsmi məlumat yoxdur. Bu nə praktikadır, bu nə cür dövlət idarəçiliyidir, bu nə cür hüquq sistemidir. Yəni, birinci biz bundan başlamalıyıq. Ona görə mən bu məsələyə toxundum. Ortada heç bir qurumun rəsmi məlumatı yoxdur və artıq bir sutkadır, bu məlumatlar dövriyə buraxılıbdır, amma heç bir dövlət qurumu da öz növbəsində təksib eləmir bunu. Nə baş verir bu ölkədə? Bilirsiniz, Qurban Məmmədli dövlət çevrilişi eləyir, Ərəstin orucu da ona barıt daşıyır, mərmi daşıyır. Bunu yazmaq olar. Çünki biz heç kimi belə götürəndə, rəsmi statusumuza görə. Amma burada söhbət dövlətin mühüm postunu tutmuş, akademiyanın prezidenti olmuş bir şəxsdən gedir. Bir daha deyirəm, Ramiz Mehdiyev haqqında mənim dəfələrlə mediada fikirlərim olubdur və bir şey də deməyi özümə borc bilirəm, ədalət naminə və heç buna görə təqib olunmamışam. Ramiz Mehdiyev mən Rusiya 5-ci kolonunun rəhbəri adlandırmışam və bu mediada gedib. Ramiz Mehdiyev mən Rusiyanın casusu adlandırmışam, bu mediada gedib. Ona görə mən bu gün Ramiz Mehdiyevin haqqında heç nə demək istəmirəm. Dediyim kimi, insanın bir özünə hörməti olar da. Necə siz görün, Ramiz Mehdiyevin qabağında 8 qatlanırdınız. Bugün durub ona ağzınıza gələni danışırsınız, yazırsınız. Mən ümid edirəm ki, İlham Əliyev bundan dərs çıxaracaq. Çünki sabah o büdürəsə, məhz həmin adamlar eyni şeydə İlham Əliyev eləyəcək və daha mansız şəkildə. Niyə eləyəcəklər? Çox maraqlıdır. Rusiya mətbuatı da yaydı bu məlumatı. Qurban bəy, bu savadsızlıqdır da. Bu həqiqətən savadsızlıqdır. Baxın, Qurban bəy, adi bir misal deyəcəm sizə. Tutalım ki, bir adam tutulubdur. İstənilən bir adam. Gedirlər, nə bilim, bir həkimi tuturlar, bir narkotik alverçini tuturlar, videoya çəkib yayırlar dövlət qurumları. Necə bu boyda adamın haqqında məhkəmə qərarı verilibdir? Heç bir qurumdan xəbər yoxdur. Elə şey ola bilərmi ümumiyyətlə? Bu hansı hüquq çərçivəsinə uyğundur? Hansı qanun çərçivəsinə uyğundur? Bir dəqiqə. Bakı şəhəri Səbail rayonu məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qapalı keçən məhkəmənin qərarına əsasən məhkəmə xüsusilə ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Bu məlumatın mənbəyi kimdir? Bu ictimai TV-dir. Yox, ictimai TV məlumat mənbəyi ola bilməz. Məhkəmə qərarı haqqında. Bir də qulaqsa, bir dəqiqə. Bakı şəhəri Səbail rayonu məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Yəni, bunlar isnad eləyirlər Bakı şəhər Səbail rayonu məhkəməsinə. Tamam, siz də mediasız, doğru mu? Media təmsilçisiniz. Bəli. Bir axtarın da görün orada varmı o məlumat? Sizə verilibmi bu barədə məlumat? Və yaxud məhkəmənin saytında varmı bu məlumat? Heç bir yerdə məlumat yoxdur rəsmi. Mənim həbsimlə də bağlı, sən güya ki, 2019-2020-ci illərdə Binəqədi rayon məhkəməsində həbs qərarı qəbul olundu. Mən onu tapa bilmədim. Özüm haqqında hətta mənim şəxsi məhkəmə o kabineti deyilib, məhkəmə portalında yoxdur. Belə çıxır ki, bu artıq adi bir praktikaya çevrilib də belə. Bəli. Amma söhbət axı elə bir cinayətdən gedir ki burada. Qurban Məmmədli nə bilim, nəsə bir qeyri-qanuni yolla bir şey əldə eləyib, ya nəsə kimisə aldadıb və yaxud İraq sizdən də bunu misal üçün deyirəm, dələduzluq eləyib. Bunun ictimai təhlükə doğuran tərəfi yoxdur bu cinayətin. Amma dövlət çevrilişi, dövlətə xəyanət bu məhz dövlətə təhdid yaradan ağır ictimai hadisələr törədə biləcək bir əməldir. Təsəvvür edirsinizmi ki, məsələn, Ramiz Mehdiyev bir tək insan olmayıb ki, onun ətrafında adamlar var, ona simpatiyası olanlar var. Mən müxalif düşüncəli adamlar tanıyıram ki, inan Ramiz Mehdiyevə hörmətlə yanaşırlar.
Yəni söhbət müxalifət partiyalarından getmir. Ha, düz fikrim yanlış anlaşılmasın. Mən o müxalifət partiyalarının ünvanına deyilən, ilk növbədə də AXCP-nin, Əli Kərimlinin ünvanına deyilən o ittihamları, saxta ittihamları, onları saxta sayıram və rədd edirəm onu. Çünki eyni qaydada sizi də şərləyə bilərlər, məni də şərləyə bilərlər. Şər şərdir. Kimə qarşı yönəlməsindən asılı olmayaraq. Dəxli yoxdur. Bizim o insanlara münasibətimiz yaxşıdır, pisdir, çox yaxşıdır, çox pisdir. Amma söhbət ondan gedir ki, artıq ölkədə bir absurd praktika tətbiq olunur. Media vasitəsilə faktiki olaraq ittiham verilir, məhkəmə qərarı çıxarılır, adam həbs olunur, amma ortada heç bir rəsmi açıqlama yoxdur. Belə şey nə dərəcədə uyğundur? Hansı hüquqi praktikaya söykənir? Rəsul bəy, belə danışaq da, beləsə beləyək ki, bu informasiya doğrudur. Siz İndi keçək, bəli. Bəli, indi keçək bunu. Keçək indi verilən ittihamlara və yayılan müxtəlif mövqeləri var, şərhlər var, sizin də fikriniz bir məsələdir. Misal üçün, əzizən vətənli, diqqətlə qulaq asın, çox ciddi bir məsələdir bu. Rəsul bəyin dediyi bir şeyin bir qorxu tərəfi də var. Hətta ola bilsin ki, informasiya yalan olsun, amma Ramiz Mehdiyevin tərəfdarları bunu eşidəndə ki, belə bir şey var. Özünü qorumaq üçün hərəkətə keçsinlər. Bəli, hərəkətə keçsinlər, qalxarlar ayağa, bu tərəfdarları en qədərdir. İstər icra hakimlərində, istər müvafiq orqanlarında, mesela Daxışda nazirin, bilirsiniz ki, Vilayət Eyvazovun şəxsi yaxın adamıdır. Ya Ramur Suba və başqa. İkinci də keçək əsas məsələyə ki, verilən ittihamlar bu dövlət çevrilişinə, cəhət nə bilim, hazırlıq. Ramiz Mehdiyevin bilirsiniz ki 87 yaşı var. Belə bir şey hətta baş vermiş olsa, yəni Ramiz Mehdiyev həbs olursa, kim nə itirir? İlham Əliyev itirir yoxsa? Mən istərdim bu barədə qısaca bir sözümü deyim. 87 yaşında olan bir şəxs, 49 ilini Əliyevlər hakimiyyətindən xidmət eləmiş bir şəxs olsa maksimum nə arzuya bilər ki? Ömrünün sonuna qədər hörmətlik edilməsin ona və o indiki status quo-sunu qoruyub saxlaya bilsin. Pensioner adamla yüksəlmək haqqı alır, rahatca yaşayır. O başqa hakimiyyət iddiasının düşəcək, başqa 87 yaşında yeni bir hakimiyyət davası mı başlayacaq? Bu ki ciddi qəbul oluna bilməz. Rəsul bəy, bu barədə siz nə fikirləşirsiniz? Qurban bəy, mən ümumiyyətlə bu ittihama və Tərtər qətliamından sonra ölkədə verilən heç bir ittihama inanmıram. Üstəlik də dediyim kimi ittiham yoxdur ortada. Amma tutalım ki, siz deyən kimi, bu həqiqətən də belədir, bu obyektiv məlumatdır və doğrudan da bu addımlar atılıbdır. Sual olunur ki, Ramiz Mehdiyev hakimiyyəti kimdən ələ keçirirdi? Arvadınla, qızınla. Hakimiyyəti ələ keçirmək, dövlət çevrilişi hazırlamaq, bu şəbəkə şəklində, kollektiv şəkildə planlaşdırılan bir əməldir. Sual olunur ki, bəs bunun şərikləri hanı? Əgər doğrudan da belə bir şey olubsa, belə bir təhlükə olubsa, o zaman həmin adamlar ani təcrid olunmalıydılar. Doğrudurmu? Amma heç kim yoxdur. Yalnız təhdid eləməklə məşğuldurlar. O nazirə zəng edirlər, bu nazirə, o generalın adını hallandırırlar, bu generalın adını hallandırırlar. Ona görə mən bu ittihamın ümumiyyətlə, hətta varsa o, bir daha haşiyə çıxıram. Mən onun obyektivlinə inanmıram. Başa düşürəm. Bundan sonra cəhd eləyəcəklər, sizi də, məni də bağlasınlar Ramiz Mehdiyevin komandasına. Bağlasınlar. Bağlasınlar, eybi yox. Mən çox bağlayamayacaqlar, mən Naxçıvanlı deyiləm. Amma sizi çox rahat bağlayacaqlar. Yəni sözüm ondadır ki, bu zarafat təbii ki. Məni 2020-dən bağlayıblar, Ərazın və evimi dağıdanda məsələ o deyirlər də ki, Ramiz Mehdiyev mənə verir. Onda sizin motiviniz vardı. Qurban bəy, məsələ burasındadır ki, belə məlumatlar, bu cür cəmiyyətdə bunun ətrafında isteriya yaradılması həqiqətən çox ağır fəsadlar törədə bilər. Bugün vəzifədə adamlar var, biz yaxşı bilirik. Məsələn, həmin Tərtər qatilləri. Baxın, Ramiz Mehdiyevi gətirib Tərtər cinayətindən də bağladılar. Bəli, Misir Mərdanovun bir dəqiqə hardasa belə bir şey var. Bəli, mən oxumuşam, yollamışdım da parlamentin rəissiyyət heyətinin qrupuna. Yəni sözüm ondadır ki, artıq Tərtər cinayətini gətirib Ramiz Mehdiyevə bağlayırlar. Təbii, biz bunu dəfələrlə bu efirdən demişik ki, 3 nəfərin, Ramiz Mehdiyevin və ya Fuad Ələsgərovun və ya İlham Əliyevin xəbəri olmadan o cinayət törədilə bilməzdi və elə üçünün də. Biz bunu demişik. Amma gətirib ora bağlayırlar və Tərtər qatillərinin də bu
bu gün xeyli hissəsi hələ orduda aktiv xidmətdədir, yüksək vəzifələrdə. Təsəvvür edirsinizmi ki, indi o insanlar birdən tutulmaq qorxusu hiss edirlər və hər birinin də əlinin altında birinin korpus var, nə bilim, birinin briqada var, birində digər hərbi bölümlər var. Bunlar fəaliyyətə keçdi. Neyniyəcək hakimiyyət? Neyniyəcək bu şəraitdə? Ölkədə qan tökülə bilər. Yəni bu qədər məsuliyyətsiz, bu qədər belə öz başına, bu qədər qaydasız dövlət mi fəaliyyət göstərər? Bu nə deməkdir? Yenə deyirəm, məni ittiham eləyə bilərlər ki, sən özün dövlət çevrilişi haqqında danışırsan. Bəli, mən danışa bilərəm, çünki mən müstəqil ekspertəm. Mənim əlimdə heç bir səlahiyyət yoxdur. Mənim dediyimə Nəcməddin Sadıqovlar, Zakir Həsənovlar, Xanlar Vəliyevlər kiməsə pul verib məni söydürə bilərlər, durub deyə bilərlər ki, boş boğazlıq eləyir, axmağın birisidir, deyə bilərlər ki, erməni dəyirmanına su tökür, nə bilim, Nikaragua dəyirmanına su tökür, ağlarına gələn deyə bilərlər. Amma burada söhbət dövlətin rəsmi kanalı olan, bax siz istinad elədiniz, ictimai televiziya, rəsmi dövlət kanalı. Dövlət kanalında məlumat gedir. Dövlətə bağlı media resurslarında məlumatlar gedir. Nə oldu? Nə baş verdi? Ramiz Mehdiyevin nəyinə lazımdır dövlət çevrilişi? Çox maraqlıdır. 87 yaşında bu adam nə əldə edəcək, anlamadım. Nə hakimiyyət davası? Adam indi bəlkə də canı ilə əlləşir. Həm də bu qarşıdurmadan belə deyək ki, Ramiz Mehdiyev qərara gəlibdir ki, İlham Əliyevlə qarşıdurmaya getsin. Bu qarşıdurmadan Ramiz Mehdiyevin udmaq variantı yoxdur. Amma üzr istəyirəm, Ərəstun bəy, rejim barədə nələrsə belə dedi, eləyə bilər və ya indi zahirən onun İlham Əliyevin tərəfdarlarına gəlir ki, onlar nələrsə əldə eləyiblər, amma o da alınmadı. Çünki hal-hazırda əziz vətəndaşlar görürsünüz ki, rejimin Ramiz Mehdiyev üzərindəki qələbəsi pil qələbəsidir. Əgər doğrudan da belə bir qələbə varsa, onu həbs ediblərsə, sən ictimai TV məlumat yayır, Bas TV məlumatlar yayır ki, bəs Ramiz Mehdiyevə İlham Əliyev dərs verir, nə bilim, bu cür təqdimatlar verirlər, amma hökumətin adamları bunu ədalətin zəfər çalması kimi, artıq belə müsahibələr var, qanunun aliliyinin təmin olunması kimi təqdim edirlər. İlham Əliyev və onun ətrafının böyük qələbəsi kimi təqdim etsələr də, əslində bu bir pil qələbəsidir. Heç bir şey əldə edə bilməyəcəklər. Nəyə görə pil qələbəsidir? Çünki burada əslində rejimin bütövlükdə itirdikləri daha çox olacaq. Nə ilə bağlı olacaq bu itkilər? Mən istərdim ki, deyim Ərəstun bəy, bu barədə sizin də fikirləriniz maraqlı olardı. Məsələn, Ramiz Mehdiyevin rejimin əsas qurucularından biri olduğunu hamınız bilirsiniz. Həyatının 49 ilini bu hakimiyyəti qorumağa sərf edibdir. O cümlədən də biz özümüz, şəxsən biz öz təcrübəmizdən bilirik ki, onun o repressiv aparatın əsas ideoloqlarından biridir. O sistemi o qurub şəxsən, bunu hamı bəllidir. Amma hətta ona münasibətdə də hal-hazırda bu dəqiqə gedən aşırı təbliğat və aşırı linc etmə, Ərəstun bəyin də vurğuladığı kimi, cəmiyyətin bir hissəsində etiraza səbəb olur. Hamı sevinmir ki buna. 2019-cu ildə Ramiz Mehdiyev vəzifədən götürülübdür. 6 il keçib üstündən nə vəziyyət dəyişibdir ki? Əksinə, ağırlaşmada davam edir. Tərtər qatilləri müdafiə olunur. Əgər Ramiz Mehdiyev güya bütün bəlaların səbəbkarı idisə, 6 ildə niyə bir şey dəyişmədi? Bu məsələnin başqa bir ciddi tərəfi də var. Mən istərdim bu barədə də bir tamaşaçılarla fikrimizi bölüşək. İlham Əliyevin ətrafında olan adamlar üçün biz tamam fərqli dünyalar, biz deyəndə yəni müxalifəti mən nəzərdə tuturam, adamlarıyıq. Bizdə düşərgədə, bizim müxalifət düşərgəsində tamam başqa dəyərlər və prinsiplər var. İnsana nüfuz, hörmət, müəyyən mənada toxunulmazlıq, ona bənzər bir status gətirirsə, o düşərgədə tamam başqadır dəyərlər İlham Əliyevin tərəfdarlarında. Bu düşərgədə ən böyük xidmət Heydər Əliyev onun qurduğu ailə hakimiyyətinə sədaqətdir. İndi bu adam deyir ki, 49 ilini bu işə həsr edib, yəni sədaqət göstərdi və 49 il. Bu düşərgənin ən böyük mükafatı Heydər Əliyev mükafatıdır. Bu adam onu alıb. Ordeni. Heydər Əliyev ordeni. Bəli, indi bu adamla bu şəkildə rəftar eləyirlərsə, baxın, diqqətlə fikir verin, bu dövləti baxın çox təhlükəlidir. Həmin o İlham Əliyevin ətrafındakılar ki var,
istər fərqi yoxdur. Təzəyə köynə dəyişiblər, yenilər gəliblər. Hər kəs indi artıq fikirləşir ki, mənə də nə zamansa belə bir gün olacaq. Əgər bu rejim üçün bunun qədər onların heç biri xidmət edə bilməz, yəni Ramiz Ənvəroviç qədər. Əgər rejimə bu qədər xidmət eləmiş adamın başına indi gələnlər gəlirsə, yəni gətirilirsə, onun fəaliyyəti belə deyək də dəqiqliklə araşdırılırsa, onunla işləyən adamlar Ramiz Mehdiyev hamısı cəzalanırsa, ən əsası mətbuatda linç edilməyə cəhd olunursa, araşdırma gedir, çıxıb hamı yazır, ad çəkirlər, o belə getdi, bu belə getdi, o niyə azadlıqdadır, bu niyə vəzifədədir. Deməli, İlham Əliyevin ətrafında ilk növbədə ciddi bir mərkəzdən qaçma tendensiyası yaranacaq. Vahimə düşəcək. Buradan mən xəbərdarlıq edirəm, İlham Əliyev bunları nəzərə almalıdır. Və o adamlar ki, onlar da düşünəcəklər ki, artıq bizim heç birimiz üçün sabahımıza təminat yoxdur. Bax, İlham Əliyev bunu itirmiş olur indiki bu prosesdə. Ona görə də bu mən pir qələbəsi hesab edirəm. Xüsusilə vurğulayıram. İkincisi, komandanın daxilində bir demoralizasiya yaradacaq. Demoralizasiya yaradır və adamlar bunun nəticəsində, bu baş verənin nəticəsində hər şeyin müvəqqəti olduğunu bir daha dərk edirlər. Çox ciddi məsələdir dostlar. İstənilən diktator hakimiyyəti üçün bunu gərək İlham Əliyev mütləq nəzərə ala. Və əgər indiyə qədər məsələn vurulmamış kadrlar var idi, məsələn işləyib ediblər, pullarını xərcləyirlər. Kadrların indiki İlham Əliyev hökumətində olan kadrların bəlkə 70-80% Ramiz Mehdiyevin stolundan gəlib keçiblər. Doğru yoxsa yox? O təyin edib hamısını. Hamısı. Onun hesabına irəli çəkiliblər. O adamların böyük əksəriyyəti hələ işləyir. Onların indiyə qədər əgər ümidləri var idisə ki, onları görməzlər, görməzdən gələrlər, nə bilim onların üstündən keçərlər. İndi onlar hamısı oturub günlərini sayırlar, saatlarını sayırlar. Gözləri qapıda, pəncərədə, əlləri də təklikdədir bəlkə də. Bax, bu bir hökumətin içində əlavə bir demoralizasiya yaradır. Bu da hakimiyyət üçün təhlükəlidir. Bir çoxları var idi ki, elə həmin o Ramiz Mehdiyev ilə işləyən, onunla əməkdaşlıq edən bir sıra keçmiş vəzifələr var idi ki, bunlar sevinirdilər ki, rahat qutarıblar. Yəni, yığıblar, toplayıblar, çəkib kənarda yaşayırlar. Amma vəzifələrini itiriblər, amma yığdıqları əllərində qalıb. Xüsusi olaraq cəzalandırılmayıblar. İndi o adamlar da qorxu içindədirlər ki, aha, arxamızda gələcəklər yəqin ki. Bu da əlavə bir demoralizasiya yaradır. Doğru yoxsa yox? Bu çox təhlükəli bir şeydir. İlham Əliyev özünü çətin bir vəziyyətə salıb. Bu dəqiqə bu informasiya yayılır ha. Televizorlarda deyəmədən saatda döşürlər. Ramiz həbs olundu, nəmli nədir? Həbs eləməyiblər. 4 aylıq ev tutsaqlığı veriblər. Deməli, bir tərəfdən o köhnələri çıxartmasa da, onlar yəqin ki, onsuz da heç bir iş görən deyirlər. Artıq onlar belə deyək də, sakitcə sabotaj eləyəcəklər prosesləri. Dövlət idarəçiliyini, iqtisadiyyatı, məhkəməni, hər yerdə istindağı və s. Hamısını çıxaracaqsa, Ramiz Mehdiyevin qoyduğu adamları, çox böyük kütləri de facto öz qarşısında almış olacaq. Bu günləri məmurların 80-70%-i Ramiz Mehdiyevin təyin etdiyi adamlardır. Bu adamlar hamısını çıxarsa, təqib eləsə, görün İlham Əliyevin qarşısında nə böyük bir güclə mənə gələcəkdir. Buna lazımdırmı? Ona görə bu parametrlərin hamısını düşünmək lazım. Düşünün, mən buradan elə hakimiyyətə də səslənirəm. Plus, onu da gəlin üstünə ki, bu kampaniyada həmin o xora qoşulub və bu kampaniyada dirijor çubuğu ilə Ramiz Mehdiyevə qarşı dünənə qədər Ərəstun bəyin dediyi kimi ondan təlimat alıb bugün ona qarşı o hücumları eləyən adamlar da hansılar ki özünü İlham Əliyevin tərəfdarı kimi təqdim edirlər, onlar da şəxsən nüfuzdan daha da düşdülər və düşəcəklər bundan sonra da. Və sonda indi onların arasında açıq mən hesab eləmirəm ki, çox nüfuz adamlar var idi, amma onlar biraz da nüfuzdan düşdülər. Bunların hamısını hesablayanda ki, deməli İlham Əliyevin ətrafı bu toxuşmadan əlavə olaraq nüfuzdan düşdü. Yəni xalqın gözündən düşkə, hakimiyyətin daxilində və ciddi proseslər var. Bütün keçmiş kadrların hamısı səksəkəyə düşdülər və sabahlarından əminlikləri olmadı. Ümumi komandada bir demoralizasiya yaşandı. Əsas sual da budur. Bütün bunlar İlham Əliyevə lazımdırmı? İlham Əliyevin, bilmirəm bu ideyanı kim verib, bu nədən qaynaqlanır. Mən müəyyən ehtimallarım var. İndi onları bölüşmək istəmirəm, çünki bu ayrıca bir təhlilin xidmətidir. Hansı səbəblərdən irəli gəlir bu?
bir aspektinə toxunmaq istəyirdim. Mənə gəlir ki, burada bir ümumi təhdid siyasəti həyata keçirmək məqsədi güdülür. Yəni, həmin o məmurları, kimlər ki, siz deyən kimi sabotaj edə bilər, kimlər ki, keçə bilər başqa düşərgəyə, kimlər ki, hakimiyyətə, belə deyək də, öz fəaliyyətindən zərbə vura bilər. Bir, onları təhdid etməkdir. İkinci, gündəm yaratmaqdır. Üçüncü, ola bilsin ki, müəyyən bir mesaj verməkdir. Ki, baxın, Ramiz Mehdiyev boyda adamı ittiham ediriksə, qalanları heç nədir, həşərat onunla müqayisədə. Və bunların hamısı son nəticədə, yəni 1-2-3 günlük bu euforiyanı qoyaq kənara da, bunlar ilkin reaksiyalardır, onlar heç zaman effektiv olmur. O, qısa vadəli effektlərdir. Uzun müddətli götürdükdə bunların hamısı kontraproduktivdir. Yəni, tam əks nəticə verir. Əks nəticə doğru. Ölkədə stabilliyi poza bilər. Hakimiyyətə etimad edir. Həm onun öz məmurları arasında, həm cəmiyyətdə. Öz başınalığa şərait yaranır. Qorxu mühiti yaranır hakimiyyət rəsmiləri arasında. Hansılar ki, bundan sonra istəsələr belə öz vəzifələrini layiqli şəkildə yerinə yetirə bilməz. Onlar daim özləri başları üzərində təhlükə hiss edirlər. Belə insanlar effektiv işləyə bilməzlər. Hətta işləmək istəyirlərsə belə. Və belə olduğu şəraitdə sual olunur ki, məsələn, hakimiyyət nə əldə edir? İlham Əliyev nə əldə edir? Mən hələ o ağır nəticəni demirəm ki, belə hadisələr məhz çevriliş və yaxud çevriliş sayağı bir şeyi provokasiya eləyə bilər. Tətiliyir, bəli, bəli. Bax, bu halda sual olunur ki, bunun üzərində hansı beyin mərkəzləri, hansı strateglər, hansı siyasi texnoloqlar işləyibdir ki, gəlin bu mövzunu bıraxaq dövrüyə ki, Ramiz Mehdiyev dövlət çevrilişi hazırlayırmış. Amma onun oğlu hələ də nazir müavin idi, Fövqəladə Hallar naziri. Kəmaləddin yanında değil müavin, general düzdür. Generaldır, bəli. Və media vasitəsindən bax, bu cür total təhdid həyata keçirmək. Bu, olduqca yanlış bir şeydir. Dövlət marağı nöqteyi nəzərindən çox yanlış bir şeydir və üstəlik də durmadan o dairəni genişləndirirlər, Qurban bəy. İnanın ki, nə qədər nazirləri sorğuluyurlar. Bu medianın müraciəti deyil, bu rəsmən sorğulamadır. Burada mən üzr istəyirəm, Ərəstun bəy Ruslan Əlizadə adlı bizim hörmətli tamaşasımız yazır ki, sanki Qurban müəllim Mehdiyevin vəkilidir və mən bayaq danışanda gördüm ki, bu onlarla adam etiraz edir, fikrini yazır, mənim mövqeyimi qarşı. Dostlar, mən deyirəm də sözümü ki, yəni bu baş verən hadisə hakimiyyətlə bağlı belə tendensiyalar yarada bilər. Hakimiyyət demoralizasiya olur, mərkəzdən qaçma meylləri yaranır. İndi mənim mövqeyim belədir, mən baş verən hadisələrə qiymət verirəm. Qurban bəy, məncə belə tənqidlərə çox da reaksiya vermək lazım deyil. Ona görə ki, adətən belə hadisələr olanda cəmiyyətdə bir total isteriya mühiti yaradılır və əksər insanlar da onun təsir altına düşür. Və onlar düşünürlər ki, məsələn, Ərəs Noruzlu, Qurban Məmmədli efirə çıxıblar. Onlar da, məsələn, Azərbaycandakı çıxış edən adamlar var ki, onlar kimi asıb kəsməlidir. Ramiz Mehdiyev, dövlət çevrilişi, dövlətə qarşı. Burada dövlət adına spekulyasiya gedir. Əzizlərim, siz bugün mənə inanmaya bilərsiniz, məni qəbul eləməyə bilərsiniz. Sizin açığı heç o mənim üçün əhəmiyyət də kəsb eləmir. Amma 3 gün, 5 gün keçəndən sonra siz özünüzə bir sual verməlisiniz ki, bəs nə oldu bu iş? Ramiz Mehdiyev tək başına mı dövlət çevrilişi hazırlayırdı? Hanı onun dəstəsinin iştirakçıları? Dövlət çevrilişi ittihamı əgər bir nəfərə verilirsə, rəhbər olan şəxsə, dediyim kimi bu, bir dəstənin, bir qrupun, bir şəbəkənin həyata keçirə biləcəyi bir əməldir. Törədəcəyi əməldir. Bu halda nə baş verməlidir? Onun ən aktiv iştirakçıları azı bir 5 nəfər, 10 nəfər, yəni kütləvidən gedir söhbət. 2 plus artıq kütləvidir. Kütləvi neytrallaşdırılmalıdır da, belə deyək, təcrid olunmalıdır. Yəni, həbs olunmalıdır. Hanı yoxdur bu həbslər? Burada başqa bir şey də var, Rəsul bəy. Bu məlumatdan sonra məntiqlə kimlərinsə hava limanında, bilmirəm, gizli keçidlərdə saxlanması haqqında məlumatlar yayılmalıdır ki, qaçmağa cəhd ediblər. Əgər dövlət çevrilişini hazırlayanların komandanın lideri həbs olunubsa, aşağılar 100% aradan çıxmağa cəhd edirlər. Belə bir fakt yoxdur.
Heç bir fakt yoxdur. Qurban bəy, ortada heç bir fakt yoxdur. Ümumiyyətlə. Ama bu 87 yaşlı bu kişini niye böyle indirdiler? Yəni, mən dedim də, burada bir çox səbəblər ola bilər. Səbəblərdən biri ola bilər ki, məsələn, deyək ki, Rusiyaya müəyyən mesaj verilir ki, biz hazırıq. Ramiz Mehdiyev həmişə Rusiyaya bağlı olur da, bu faktdır. Bunu heç kim danmır, heç özü də danmayır. Rusiyanın bir nömrə adamı İlham Əliyev özüdür da. Burada başqa adam yoxdur ki. Yəni, onların hamısı, bugünkü hakimiyyət komandasının hamısı Rusiyaya bağlı adamlardır. Bugün o qərblə oynananlar, oyunlar, filanlar, bunlar hamısı boş şeylərdir. İlham Əliyev sözü qərbə inanmır. İlham Əliyev Rusiyaya daha çox inanır, nəinki qərbə. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, Ramiz Mehdiyev kimdir? Ramiz Mehdiyev bu rejimin özüdür. Bugün də o rejimin özüdür. Ramiz Mehdiyevin oğlu da o rejimə xidmət eləyir. Qohum əqrabası da. Ramiz Mehdiyev o rejimin sayəsində himayə olunur, yaşayır, yaşadığı şəraitdə. Ramiz Mehdiyev kənar bir adam deyil. O rejimin özüdür. Amma dediyim kimi, burada söhbət ondan gedir ki, kiçik hansısa bir hədəflər, məqsədlər naminə, deyək ki, cəmiyyətdə bir eyfariya yaratmaq, gündəm yaratmaq və yaxud hansısa bir görüntü yaratmaq və yaxud təhdid yaratmaq məqsədi ilə belə bir addım atılırsa, bunun qiyməti olduqca yüksəkdir. Riski olduqca yüksəkdir. Mən bunu demək istəyirəm. Bilirsiniz, məsələləri obyektiv müzakirə eləməyin tərəfdarıyım. Dəxli yoxdur ona kim necə reaksiya verir. Onun heç bir dəxli yoxdur. Mən özümü sıradan o eyfariya qapılan qara kütlədən biri hesab eləmirəm. Üzr istəyirəm bu ifadəyə görə. Amma idarə olunan, media vasitəsilə idarə olunan kütlə qara kütlədir. Mən özümü onlardan biri saymıram ki, durum o şeyləri təkrarlayın tutuluşu kimi. Bir daha deyirəm, vaxtında demişəm, hər şeyi demişəm. Mənim dediyim sözləri Ramiz Mehdiyev haqqında heç kim deməyib, ölkədə heç kim deməyibdir. Və bugün o dünən Ramiz Mehdiyevin bayaq Sərdar Əlibəyli, siz onu sevmirsiniz, bilirəm, Sərdar Əlibəyli bir ifadə işlətdi, ağır ifadə. Dedi, onun ayaqqabısını yalayanlar indi onun ünvanına ağır təhdidlər, tənqidlər, nə bilim, təhqirlər işlədirlər. Bağışlayın, mənim o siyahıda yerim yoxdur. Mən özümü orada görə bilmirəm. Biraz özümüzə hörmətimiz var. Buna görə mən çalışdım obyektiv vəziyyəti dəyərləndirim və ən obyektiv məqam da burada, siz də hüquqşünas kimi bunu təsdiqlərsiniz, heç bir rəsmi dövlət orqanından, nə hüquq mühafizə, nə məhkəmə, nə təhlükəsizlik orqanından rəsmi rəstlama yoxdur. Deməli, ortada yalnız bir media isteriyası var, başqa heç nə. Media kampaniyası. Sanki bir eksperiment keçirirlər ki, ictimaiyyət necə reaksiya verə bilər? Bəlkə də, deyə bilmərəm. Mən həmişə çalışıram, anlayım, amma anlaya bilmirəm, çünki onlar kimi düşünməyi bacarmıram. Mən çalışıram, həmişə sağlam düşünüm. Ona kökləmişəm. Bu qədər. Bir dənə də sual Bəyatan tamaşasına verir, sonuncu olaraq deyim. Deyirlər ki, bəs doğrudan da belə bir addım atılarsa, yəni Ramiz Mehdiyev doğrudan da həbs olunarsa, ona qarşı nə sorarsa, onun tərəfdarları ayağa qalxarsa, onda xalq hansı mövqedə olmalıdır sizcə? Mən dünən bu xəbər çıxanda Ramiz Mehdiyevlə bağlı köhnə açıqlamalarımı axtarırdım və qarşıma 2011 və 2014-cü ildə mənim verdiyim bir müsahibə və bir açıqlama çıxdı. Orada mən demişəm ki, 2011-2014, birindən 14 il keçib, birindən 11 il. Mən orada demişəm ki, ölkədə heç bir dövlət çevrilişi dəstəklənməməlidir, heç bir inqilab dəstəklənməməlidir. Ölkədə yalnız ciddi ictimai etiraz dalğası formalaşmalıdır ki, hakimiyyət onunla hesablaşsın, məcbur olsun, məcbur edilsin buna. Bütün inqilab, bütün çevriliş və s. baş verən ölkələrin bugünkü aqibətinə baxmaq kifayət edir ki, bunu öz ölkənə arzulamayasan. 11-ci ildə demişəm bunu, 14-cü ildə deyirəm, 25-ci ildə bir daha təkrar edirəm. Vəssalam. Təşəkkürlər. Başqa mən deyəcəyiniz var mı? Təşəkkür edirəm. Xeyr, izləyicilərə təşəkkür edirəm. Verilişi bəyənməyi, paylaşmağı xahiş edirəm. Kanala dəstək olmalı. Sağ olun. Hal-hazırda Rəstum bəy bizi TikTok'dan 575 nəfər, 74 nəfər izləyir və 2300-dən artıq da adam izləyir YouTube'da. Buna eləyir 3000-ə yaxın izləyicidir. IP-dən qoşulma deməkdir. Kifayət qədər
belə maraqlı mövzudur və cəmaət də narahatdır, xalq da narahatdır. Mən təşəkkür edirəm şəxsən sizə, Ağafidin ailəsi adından da minnətdarlığımı bildirirəm ki, vaxt tapıb qonağımız oldu. Sağ olun. Mən də sizə təşəkkür edirəm və izləyən hər kəsə təşəkkür edirəm. Sağ olun. Sağ olun.